Yes. Hello, Azerbaijan. You didn't tell. Wait, can you do it again? Sure. If we do it at the same time? Yeah, I can cut it. Azerbaijan. Yeah, count us down. Give us a 1, 2, 1. Hello, Azerbaijan. It's great. Thank you very much. Salam Azərbaycan, bir də öz dilimizdən deyim. Bugünkü videomda da Elay Auto Show'un 3-cü hissəsini çəkmək istəyirəm və görək nə var burada. Biraz da old maşınlardan çəkək, biraz o digər maşınları başınıza ağrıtmayan. Bu maşınları muhtemelen Türklər demişkən, əvvəlki videolarımda görmüşsünüz şeydə El Segundo'da Auto Show vardı. Old Auto Show'da göstermiştim. Bu maşınları görmeyenler de burada gösterim. Bu Poker kinosundan bir neçə şəkilləri tuning eləyərək basıblar motorun içine, ama ben bilmirəm motor isindikcə bu necə effekt verir, ama herhalde güzel bir iş çıxarırlar. Poker kinosu, sırf bu Poker kinosuna şeyləyib yani kinosundan çəkilib. Bu maşında çok güzel ince işlemeler var. Burada mesela görürsünüz güzel butalar falan, el işlemeleri var. Motorun içinde bir balaca yakınlaştırıp gösterebileceğim. El işlemeleri deyəndə belki hazır partlardı, ama yani çok güzel işlemelerdi. Yani belə deyək də, dizayn sevenler için, incəsənət sevenler için çok güzel el işidir. Hatta burada kenardan da görebilirsiniz maşının bu arkaya verəndə, arkaya sürəndə necə sürür bilmirəm, amma belə qabağa yaxşı gedər. Burada da bir başka bir Los Angeles model. Burada biraz heç yaxşı şeyler değil. Motoruna baxa bilərsiniz, farsonkalarına falan. Modellərini bilmirəm. Yəqin ki tanıyanlar bilir. Köhnə Amerikan kinolarında görürsünüz. Belə bir model. Bir tane burada Ingenuity sizə Acura'nı göstərim. Bir tane de qabaqda Range Rover var. Onu göstərim, sonra qaydacağım köhnə maşınlara. Burada deməli yarım saatte vaxtım var. Burada Acura'nın sport modeli gösterilir. Var daha doğrusu. Burada başka bir maşının üstüne yine de tuning eləyiblər. Çok güzel. Auto Show. Burada motosiklet var. Qabaq təkəri bir közü boyda. Yarısında qaralayıblar, yarısı qalıb belə. Burada Maritza. Bu da Amerikan kinoları, filmlərinin gözəl maşınlarındandır. Hatta burada belə bir Range Rover burada azıb düşüb. Bu Range Rover'in burada yeri yoxdur. Heç sevmirəm bu maşını əslində. Nəyə görə sevmirəm? Çünki birincisi gözəlliyi çox gözəldir. Həqiqətən gözəlliyinə söz ola bilməz. Maşının temolda tuning olunmuş versiyasıdır. Hatta mənim bir dostumun da Range Rover vardı. Ona da bu videonu buradan belə bir çəkib teslim ekrana göndereceğim. Ama tuning olunmuş Range Rover burada görürsünüz, videoda da gördüğünüz gibi güzeldi, ama çok rastkod tələb edilən maşındır. Yani həqiqətən də rastkod tələb edilən maşındır. Məncə o kadar pul verməyinə dəyməyən bir maşındır. Çünkü tez xarab olur, ama keyfiyyəti zəifdir, ama gözəlliyi var dediyim kimi. Sonra gedək buradan bir iki tane maşını çəkək, oradan o tarafa maşınların arasına girəcəm. Burada da belə motosikletlər var, bir neçə maraqlı motosikletlər var. Bu nə maşındır? Prius oxşuyur, amma Lamborghini, Prius oxşuyur o.
Lamboya bax ola. Gəl sənin şəklini, səndən də bir şəkil çəkdirim. X5, X5 olmalıdır. Belə bir tuning olmuş 3M. Dicəti tərəfindən tuning olmuş BMW var. Burada başqa bir tuning olunmuş maşın var. Amma inansız gözümdə zəif görür. Heç olmasa yolun üstündə şey olur. Bunlarda modeli olur amma görə bilmirəm nə modeldir. Ford Mustang. Mustang'dır. Mustang yani bildiğimiz. Burada böyle bir başka maşın var. Burada bir böyük bir F450 Ford maşını var. Track'tir bu. Altından çok rahatlıkla keserəm. Altında böyle bir maraqlı lifting staflar koyublar. Böyle bir hündür lifting koyublar. Ama sizə deyim ki, yani çok amortizatorları var. Yani bu maşını bu kadar kaldırmağına tabii ki amortizatorlar mütləq lazımdır. Hatta bu işlerinin qalınlığına da bakabilirsiniz. Ama inandırırsınız ki sizi çok rahatsız da olabilir. Çünkü bu mühendis işi değil bence. Yani konfortu ne kadar yukarıda kaldırsalar konfortu aşağı düşecek. Burada da böyle bir Ferrari modelimiz var. Lamborghini var. Daha doğrusu bir tane de bunun şeklini çekeyim. Ve gidiyor o tarafa. Ne kadar yukarı kaldırsalar yani maşın modelini çok aşağı düşecek. Seviyesi aşağı düşecek. Sport maşınlarını bir daha ahırda çekeceğim başka bir videoda, yani növbəti videomuzda. Ve keçək o tarafta köhnə maşınlarımızı çəkər, ondan sonra sport modellere qayıdacağım. Görək burada ne maşın var? Cadillac Escalade galiba. Yani bildiğim kadarıyla Cadillac değil, bunun adı da yadımdan çıxdı. Nəsə ad yaddaşım da zəifləyib. Belə bir tuning eləyiblər. Burada başqa bir tuning olmuş köhnə Amerikan maşını var. Qapıları hatta belə prezidentik açılır, üstü açılır, bağlanır. Da içi çox sərgəli. Yəni, çox rahat ola bilər. Genişdir yəni gördüyüm qədər. Bununla mən East Coast'dan West Coast'a gedərəm. Yəni West Coast'dan hatta Los Angeles'tan Boston'a giderim. Ya Boston'dan Los Angeles'a təzədən qayıdaram. Burada Meksikan bayrağı var. Maşının içi de çok güzeldi burada. Ama siz renk seçimi yəqin ki o maşının iline göre farklı olur. Burada mesela motosikletler var. Mənasız qabağı yekə təkarlı şeyler var. Çok mənasız bir şeyler əslində. Motosiklet sevmirəm. Bəlkə də mənalıdır, mənim üçün mənasız gəlir. Çünki motosikletdən başım çıxmadığım üçün də deyə bilərəm. Ya da mənasız deməyim məncə düzgün də çıxmır. Burada belə bir sport maşınlar var. Galikimiz Amerika'da Galenwagen çok az sürülür. Yani bunlar sevmir bu maşını. Ama yine de sevenler için deyim ki Azerbaycan'da bundan güzel tuning eləyirlər. Burada elə bir dəyişiklik yoxdur ama bu çox hündürdür mənim üçün. Mən yani normalde gördüyüm Galenwagenlərdən hündürdür. Bilmirəm nəyə görə ama yanındaki Jeep'dən də hündürdür hətta. Çünki mən bir dəfə autosalonda Galenwagen'e minmişəm. Bu hündürlükdə deyildi, alçaq idi. Burada köhnə maşınlardan yenə də burada Chevrolet var. MD 370'ti maşının motoru. Nömrəsi, plakası, plate deyirlər. Chevroletlərdir bunlar. Bu da başqa bir hazırlanmış motordur məncə. Bilmirəm heç. Bunun da salonu göy rəngdədir. Bunu ağılla göy rəngdə eləyiblər. Niyə eləyiblər bilmirəm amma yenə də əgər sizin üçün maraqlıdırsa baxa bilərsiniz. Arkası çok güzeldi. Arkasına bir tane usta gözünden bakabilirsiniz. Üstü açıqdır. Yəqin ki üstü açıq bağlanır. Bunlar burada piknik eləyirlər. Candy? Of course. It's. Thank you very much. No, it's okay. Thank you. Konfet verdiler kızlar. Kız daha doğrusu. Sonra bunu da ye danışaq. Bunun da motoru çok güzel hazırlanıb.
işıqları kənardan LED-lə LED, yəni LED deyirlər də ona. LED-lə bəzədilib. Burada başqa bunların hamısının qabağı elə bir Azərbaycan sayağı avtoş stili yığılıb. Bu motor aşağı düşüb. Amma bu da gözəldir. Burada da gözəl maşınlar var. Bir dənə burada özümü selfie eləyim. Gedək indi sport maşınlara, bu böyük maşınlardan qurtardıqsa gedək sport maşınlara və növbəti videomda sport maşınlar haqqında paylaşacağım. Və digər xırda sporta aid olan, idmana aid olan maşınlardan paylaşacağım. Bu qədər. Bugünkü videomda da güman edirəm bir balaca maraqlı məlumatlar verdim. Daha doğrusu məlumat vermədim, ancaq video paylaşdım. Amma güman edirəm maraqlı oldu sizin üçün, izləyənlər üçün. Sağ olun, özünüzə yaxşı baxın. Əgər videomu da bəyəndinizsə bəyənməyi unutmayın. Yeni videolardan xəbərdar olmaq üçün kanala abunə olun.